Bəzən belə sual verirlər, dərdə səpkilər qan xəstəliyi ilə əlaqədar ola bilərmi? Əlbəttə, ola bilər. Amma baxır hansı səpkilər? Qan sisteminin elə xəstəlikləri var ki, onlar elə birbaşa özünü dərdəki səpkilər formasında göstərir. Məsələn, hansı xəstələr? Hemorragik vaskolit, yəni bu xırda damarların infeksiya bağlı olmayan iltihabı xəstəliyidir ki, ilk növbədə özünü göstərəcək nə ilə? Bədəndə olan müxtəlif səpkilər, qansızmalar və s. Və yaxud da ikinci ola bilər ki, olsun qansızmalar və yaxud da ki, kiçik hematoma xarakterli belə səpkilər əgər belə demək mümkünsə, bunlar bəli, birbaşa qan sisteminin öz xəstəliyidir. Digər xəstəliklər də var ki, onlar da deməli qanda olan allergenlərin artması səbəbindən, qida ilə bağlı və yaxud da hər hansı bir başqa bir səbəblərdən allergenlərin artması səbəbindən nə yaranır? Qanda müxtəlif səpkilər yarana bilir. Bəli, bu birbaşa qanın sistem xəstəliyinə aid olmasa da, qanla bağlı olan və sonradan qana müdaxilə etmək, məsələn, deyək ki, plazmaferez aparmağının həmən allergenlərin bədəndən çıxarılması hesabına xəstəliyin sağalmasına nail olmaq olur.